بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. ولله جنود السماوات والارض و کان الله عزیزا حکیما. 7-ci ayə Fəth surəsində Allah Müteal bu ayədə səbəb gətirir. Buna ki, niyə möminləri Allah Müteal behiştə daxil eləyir, möminlərə sakitlik verir və münafiqləri və müşriklərə əzab verir. Bu ki, Allah bu işi görür, hansı gücünlə, hansı qüdrətinlə. Bir müqəddimə istəyirəm bu ayənin tərcüməsinə üçün ərz edəyəm. O da budur ki, aləmə biz iki cür baxarıq. Bir məntiq, bir baxış budur ki, bu aləm haqqı batilə nisbət eyni futbol meydanıdır. İdman meydanında iki qrup, bunlar bu idmanı məşğul olurlar. Amma yer onların heç birinə də kömək eləmir. Bunlar neytraldılar. Bu yer bunlara nisbət heç nə rolu yoxdur. Bir beləncidir. Bir də budur ki, insanın bədənini hesabla. İnsanın bədənində salimlik, səlamətçilik və xəstəlik. İnsanın bədəni bunlara nisbət yer kimindəyir ki, heç bir rol olmasın. İnsanın bədəni müdafiə edir sağlamlığını və istəyir, maksimum çalışır, xəstəlik və xəstəlik virusları insandan ölsün, zəifləsin, aradan geçsin. Aya bu aləm haqqı batilə möminlərin və müşriklərin və münafiqlərin işlərinə futbol komandası yer kimindir? Ya insanın daxil bədəninin vəziyyəti kimindir? Quran buyurur ki, bu aləmdə Allah var. Və bu Allah təhcə belə deyil ki, ləm yəkulləhu kufuvan əhəd. Fəqət bir varlıqdır, tayı yoxdur. Oturubdur qıraqda, bu aləmi yaradıbdır. Daha buraxıb öz başına. Allah bu yaranış silsilənin başında oturubdur. Fəqət belə deyil. Allah Müteal Rəbbidir. Qəyyumdur bu aləmə. Vəlidir bu aləmə. Yəni bu aləmi də indi tədbir eləyir. Yəni bu aləmi də indi nizarət eləyir. Yəni bu aləm də indi Allahın əlindədir. Allahın əhatəsindədir. Allahın sültəsindədir. Allahın iradəsinin içindədir. Ona görə belə deyir ki, sən haqq yolu gedəsən, ya batil yolu gedəsən, təhcə elə bu özünün gücü ilə, batilin gücü ilə, haqqın gücü ilə hesablanmalıdır. Allah-u Müteal buyurur ki, Allah səbirlərləndir, Allah təqvalılarləndir, Allah möminlərləndir. Bu nəsr, bu fəth, bu vilayət xüsusi bir Allahın vilayətidir, Allahın köməyidir və Allahın fəthidir möminlərə. Ona görə ki, buyurur, inna fətəhna, yəni biz qapıları açarıq möminlərə. Biz kömək eləyərik nəsrən əzizə, yəni bizim bu aləmə tamaşaçı rolumuz yoxdur. Biz bu aləmi nizarət eləyirik, bir, amma bu aləm bizim əlimizdədir ki, vilayət eləyirik ki, fəqət biz aləmə baxmırıq, aləmə vilayətimiz var, aləmə qəyyumluğumuz var. Bu nə yolundan?
Allahın aləmə vilayəti, aləmə qəyyumluğu səbəb olar ki, eyni insanın bədənində necə sağlamlıq qorulsun, mikrobla mübarizə olunsun, bədən həmişə istəyər özünün sağlamlığını saxlasın. Əlbəttə, bu bədənin üçün qüdrəti məhduddur, mümkündür mikrob qələbə eləyə, mümkündür virus qələbə eləyə. Amma aləmdə Allahın qüdrəti ki, sərhəddi yoxdur. Hər şeyə qadirdir, hər şeyi bilir, hər şeyə ihatəsi vardır. Ona görə heç vaxt olmaz batil tam aləmə qalib olsun. Batilin bir bəzi zamanlarda müvəqqət olaraq bir Qur'anın dilindən bir görüntüsü var. Quran Rə'd surəsində vaxtı haqq batilin məsəlini izah eləyir. Buyurur, vaxtı su dağdan axırı, o dağdan axanda bir köpüklər bu suyun üzərində yaranar. Bu köpük görsənər, məğrurdur, özünün qüdrətini güya nümayiş elətdirir, hətta suyun üstündədir. Amma o ki qalır köpük deyil, sudur. O patlayacaq. O müvəqqət zaman bir o halətdədir. Sakitləşir su, o böhran şəraiti gedir, möminlərin imtihan vəziyyəti qutulur, ondan sonra Allahın vilayəti, Allahın rububiyyəti, Allahın bu aləmdə Allahlığı beləncidir ki, haqq qalmalıdır, batil getməlidir, batil dağılmalıdır. Batilin bir müvəqqət görüntüsü var, köpüyü var. Bu Quranın məntiqidir. Bu nə üçündür? Bu ayə onun izahındır. Buyurur ki, çün Allah üçündür, göylərin və yerin qoşunu. Düşmənin qoşunu da Allahındır, düşmənin qəlbi də Allahındır. Allah fəqət mələklər Allahın deyil, fəqət möminlər Allahın deyil, Firon da Allahındır. Məkkə müşrikləri də Allahındır. Onlar dünənəcan Peyğəmbəri istəyirlər, terror eləsinlər, öldürsünlər. Amma bugün qəlblərində bir ro'b yaranıb, bir qorxu yaranıbdır ki, biz bu ehram halında 1400 nəfərə əvvəla məlum deyil öldürə bilək. Çünki bunlar beyət elədilər Peyğəmbərdən yenidən Haman Hüdeybiyyədə və bu beyət ta axırın qanlarına qədər. Müqavimət bu həddə. Biz məlum deyil bunları öldürə bilək. Hələ 1400 nəfərdirlər bunlar. Bu ruhiyyədə, bu imanın möhkəmliyində, bu Peyğəmbərlərindən himayə eləmək dəyərində, qədərində bir ro'b yarandı. Bunlar gördülər Peyğəmbərin dəstəmaz suyu yerə düşmür. Bunlar təbərrüklə saxlayırlar. Bunlar gördülər, bunlar Peyğəmbərlərinə nə qədər inanırlar. Bunlar Peyğəmbərlərindən difa eləməkdə nə həddədilər, qaçmayacaqlar. Bunlar müharibədən əgər baş tutsa, qaçmayacaqlar. Ona görə bir ro'b yarandı. Digər tərəfdən də bunlar ehram halındadılar, möhrimdilər. Biz bunları hətta fərz eləyək, öldürə bilsək də özdə bu zəhmətinə ki, bunlar qaçmayacaqlar. Bizim əleyhimizədir, biz möhrimləri öldürdük, ehram halında müharibəyə gəlməmişlər, ömrə ziyarətinə gəlmişlər. Ona görə bunların qəlblərində bu ro'b və o gələcək məsələsi, bu abırı məsələsi səbəb oldu sülh eləsinlər. Səbəb oldu, nə demişlər indiyəcən, hamısını qoysunlar kənara. Niyə? Çünki bunların qəlbləri də Peyğəmbərin məsələsində bu Hüdeybiyyədə Allahınkiydi. Düşmənin qəlbi də, düşmənin ruhu da Allahın qoşunudur. İnsanın ağzı da Allahın qoşunudur. İnsan bəzən alladar cəmaatı, amma bu ağzından elə o qədər yalan danışar, öz abrısı gider. Niyə? Bu ağız bəzən insanın əleyhinə olar, çünki Allahın qoşunudur. Qəlb insanın əleyhinə olar, çünki Allahın qoşunudur. Lillahi cunudus səmavatı vəl ərz. Bu
tevhidin əsas məsələlərindən ki, biz Allahın vilayətini də diri olaraq görək, nə Allahı bir aləmin başında görək, aləmə qəyyum görək, aləmi ihatə eləyən görək, aləmi Rəbb olaraq indi də görək, budur ki, göylərin və yerin qoşunları Allahındır. Mələklər fəqət deyil. Fironun qəlbi də Allahındır. Allah qəlbidə Musanın məhəbbətini salar, özü öz qucağı ilə onu böyüdər ki, gələcəkdə bunun düşmənidir, onu böyüdər ki, bu hazırlanıbdır bu aradan getmağına, onu böyüdər ki, çalışır da olmasın, anadan olmasın, özü öz qucağında, özü də çarəsizlikdən yox, özü də rəhmi gəlmədən yox, məhəbbət ilə böyüdər. Qəlbidə məhəbbət salar Allah, istəklə böyüdər. Bu nə? Vilayətdə aləmdə. Allahın vilayəti aləmə. Lillahi cunudus səmavatı vəl ərz. Allahu vəl vəli. İnsan tevhidə belənci bir baxışından baxsa, sakitdir. Tevhidə belənci bir baxışından baxsa, öz vəzifəsini o ki Allah buyurub görsə, daha davamı Allahındır. Allahın vilayətinin içindədir. Lillahi cunudus səmavatı vəl ərz. Və kanəllah əzizən həkima. Və Allah mutal, bilirsiniz, məğlub olmayandır. Qoşunu belədir. Və əlbəttə məğlub olmayandır, hikməti də vardır. Öz başına da hikmətsiz də iş görməz. Belə deyək ki, Allah üçün tamam qüdrəti əlindədir, pəs zülm eləyər, pəs zor da deyər. Yox, Allah hikmətlə iş görər. Amma Allah o hikmətini qalib elətdirəcək. Allah o iradəsini qalib elətdirəcəkdir. Bu ki, haqq aləmdə qalacaq, bu qalacaqdır. Bu ki, haqq aləmdə qalib olacaq, bu qalib olacaqdır. Niyə? Məntiqi budur ki, lillahi cunudus səmavatı vəl ərz. Göylərin qoşunu və yerin qoşunu Allahındır. Və bu, iki yerdə bu surədə işlənibdir. Bir o vaxt ki, Allah-u Muteal buyurur, möminlərə biz qəlblərinə sakitlik verdik. Bu sakitliyi biz verdik qəlblərinə. Möminləri böyütdük, apardıq yuxarıya. Bir də münafiqlərə və müşriklərə biz rob, qorxu yaratdıq. Orada da hər ikisində də buyurur, çün göylərin və yerin qoşunu Allahındır. Pəs bu qoşun iki iş görər. Möminlərə izzət verər, möminlərə sakitlik verər, möminlərə ucalıq verər və münafiqlərə zillət gətirər, müşriklərə əyilmə gətirər, müşriklərin rüsvaçılıq gətirər. Və bu ayə tevhidin ana xəttidir cəmiyyətdə. İnsan Allahla mübarizə eləyənməz. Allahın qoşunu, Quran buyurur, görünən qoşun var, görünməyən qoşun var Allahın. İnsanın qəlbi də Allahın qoşunudur, görünməyəndir. Və möminlər də Allahın qoşunudur. Mələklər də Allahın qoşunudur. Yer Allahın qoşunudur. Biz yerə deyirik ki, Qarunu öz içərisinə alsın. Su'a deyirik ki, su İbrahim bizimdir, Musa bizimdir, üzr istəyirəm. Bunu boğma, Fironu boğ. Ota deyirik ki, İbrahimə Gülüstan ol. Bunlar hamısı nə məntiqləndir? Çün biz komanderik bu aləmə, vəli bizuq. Onlar mənim qoşunumdular. Esselamu aleykum və rəhmətullah və bərəkət.